Salam, hər birinizi xoş gördük. Gündəmdə olduqca maraqlı transfer və futbol xəbərləri var. Bugün sizə rəsmi transfer xəbərləri ilə yanaşı transfer danışıqları, transfer istəkləri barəsində də məlumat verəcəm. Həmçinin futbol gündəmində olduqca maraqlı hadisələr var. Onları da sizlərin nəzərinizə çatdıracağım. Məlumatları verməzdən öncə sual rubrikamızdan sizə bir sual vermək istəyirəm. Qurban Qurbanov Azərbaycanda neçə komandanın baş məşqçisi olub? Doğru cavabı bilənlər şərhlər bölümündə qeyd eləsinlər. Həmçinin videonu izlədiksə digər məlumatlar barəsində də fikirlərinizi yaza bilərsiniz. Kanala abunə deyilsinizsə abunə olub bildirişi açıq tutun. Videonu bəyənin. Mən isə məlumatlara keçid alım. Bir qədər öncə qeyd etdiyim kimi rəsmi transfer xəbəri də var. Eyni zamanda transfer danışıqları da var. Bunların hamısını sizin nəzərinizə çatdıracağım. Amma ondan öncə Azərbaycan Kuboku barəsində bir qədər danışmaq istəyirəm. Çünki bugün Azərbaycan Kubokunun 4-1 final oyunlarının son maçları keçirilir və 4-1 finallar yekun vuracaq. Artıq yarımfinalçılar tam dəqiqləşəcək bugün. Qeyd edim ki, artıq 2 yarımfinalçı bəllidir. Azərbaycan Kubokunda artıq Qarabağ və Zirə komandaları yarımfinala vəsiqəni təmin ediblər. Zirə Sumqayıt komandasını, Qarabağ isə Şamaxı komandasını 2 oyunun nəticəsinə görə üstəliyib növbəti mərhələyə keçib. Bugün isə Kəpəz Turan Tovuzla qarşı-qarşıya gələcək, həm də digər tərəfdən Qəbələ Sabah matçı da baş tutacaq. Əgər Qəbələ Sabah matçının qalibi bugün bəlli olduğundan sonra məlum olacaq ki, yarımfinalda o Qarabağla qarşı-qarşıya gələcək. Kəpəz Turan Tovuz cütünün qalibi isə deməli Zirə komandasının rəqibi olacaq yarımfinalda. Yəni belə demək mümkünsə minimum Sabah və Qarabağ komandasından biri Kubokun finalına yüksəlməyəcək. Amma Qarabağ və Sabah komandası yarımfinalda qarşı-qarşıya gələ bilərlər, erkən final yaşana bilər. Belə ki, Sabah bunun üçün Qəbələni keçməlidir. Qəbələni keçirsə növbəti mərhələdə Qarabağla qarşı-qarşıya gələcək. Əgər bu senari baş verərsə, sizcə bu dəfə Sabah-Qarabağ qarşıdurmasında kim qalib gələcək, kim Kubokun finalına yüksələcək və ümumiyyətlə Azərbaycan Kubokunun qalibi kim olacaq və Avropa Liqasında Azərbaycanı hansı komanda təmsil edəcək? Bu barədə siz də öz fikirlərinizi şərhlər bölümündə yazın. Mən isə keçim transfer danışıqları, transfer xəbərləri barəsində sizləri məlumatlandırım. Bildiyiniz kimi Qarabağ komandasının hücumçusu Kamilla Duran bir sıra İngiltərə klublarının hədəfindədir deyilir. Biz də bu xəbəri əslini axtardıq, daha sonra sizlərə məlumat vermək istədik. Bildiyiniz kimi bütün saytlar, xəbər proqramlarında bu barədə danışılsa da biz bu barədə danışmamışdıq. Çünki xəbərin dəqiqliyi barəsində məlumatımız yoxdur. Və artıq dəqiqləşdirdik, Qarabağ komandasına rəsmi bizə bildirildi ki, Kamilla Durana görə Qarabağa heç bir rəsmi təklif olunmayıb. Ürəyinizi buz kimi saxlayın, Qarabağın Kamilla Duranı harasa buraxmaq fikri yoxdur. Dəyərli izləyicilər, Qarabağ komandasından söhbət düşmüşkən daha bir futbolçunu Qarabağ komandası sıralarına qatmaq istəyir. Söhbət Hüseyin Qambarovdan gedir. Söhbət Qazaxıstanlı bu futbolçudan gedir, dəyərli dostlar. Ümid edirəm ki, Qarabağ komandası bu 16 yaşlı hücumçunu sıralarına qoşa bilər. Amma qeyd edim ki, Qalatasaray komandası da bu futbolçu ilə maraqlanır. Bu barədə Qazaxıstan mətbuatı məlumat paylaşıb. Qeyd edim ki, Xan Tengri klubunun 16 yaşlı hücumçusudur və o Almatı Liqasının ən yaxşı hücumçusu seçilib və bununla da həm Qalatasarayın, həm də Qarabağın diqqət mərkəzinə düşüb. Sabah komandası isə PSG-dən futbolçu transfer edir. Bəli, səhv eşitmədiniz. PSG-nin futbolçusu Sabaha keçir və bu artıq rəsmi təsdiqlənib ki, bəli, bu futbolçu yayda Sabahın sıralarında olacaq. Qeyd edim ki, qapıçıdır və gənc qapıçıdır. İndi daha ətraflı məlumat verəcəm təbii ki, bu futbolçu haqqında. Qeyd edim ki, Mərakeş əsilli və Fransa doğumlu bir futbolçudur. Hündür boylu 1,93 m boyu olan qapıçıdır, dəyərli dostlar. 2019-cu ildən PSG-də çıxış edir. PSG-nin əsas heyətində bir neçə dəfə iştirak ərizəsinə salınsa da debüt etməyib. Amma
PSG-nin 23 yaşlardan ibarət komandasında çıxış edib, həmçinin Mərakeş millisində də 18 yaşlardan ibarət, 20 yaşlardan ibarət Mərakeş millisində də qapıcı kimi milli komandanın qapısını qoruyub. Və Sabah komandası bu futbolçu ilə artıq razılıq əldə edib. Futbolçu özü PSG-dən niyə ayrılıb? Çünki PSG-də rəqabət çoxdur və o daimi oynaya biləcəyi bir komanda istəyib və hal-hazırda Sabahın gedişatı, inkişafda olduğunu görən qapıcı məhz Sabaha gəlməyə razılıq verib. Qeyd edim ki, azad agent statusu ilə Sabaha keçəcək yayda. Neftçinin futbolçusu Murad Məmmədovdan da xəbər var. Kipr komandası Aris məhz Murad Məmmədovun xidmətindən maraqlıdır. Yayda futbolçunun Arisə keçəcəyi gözlənilir. Qeyd edim ki, Murad Məmmədovun Neftçi ilə müqaviləsi yayda başa çatır və azad agent statusu daşıyacaq. Belə olduqda futbolçu daha çox klubun diqqətini çəkəcək, amma onun Kiprin Aris komandasına keçmə ehtimalı daha yüksəkdir. Və bir rəsmi transferdə sizin nəzərinizə çatdırım. Fil dişi sahilindən olan Qlanj Donald Azərbaycan klubu Şimal komandasına keçib. Qeyd edim ki, o daha əvvəl Azərbaycanda Mingəçevir komandasında çıxış eləmişdi. Mövsümün sonuna qədər Şimal komandasının şərəfini qoruyacaq. Neftçidən yola salınan Samir Abbasov köhnə məkanına qayıdır. 3 dəfə Sumqayıtda baş məşqçi kimi fəaliyyət göstərmiş Samir Abbasov desən 4-cü dəfədə Sumqayıtda məşqçilik karyerasını davam etdirəcək. Çünki aldığımız məlumata görə Samir Abbasov Sumqayıt komandası ilə danışıqlara başlayıb. Düzdür, hal-hazırda Sumqayıt komandasının baş məşqçisi Serbiyalı Saşa İlisdir, amma rəhbərlik onun qarşısına bir şərt qoyub. Sumqayıt Avrokuboklara vəsqə qazanmalıdır. Qazanmadığı halda yayda müqavilə uzadılmayacaq və Samir Abbasovla müqavilə bağlanacağı gözlənilir. Təbii ki, danışıqlar müsbət yekunlaşsa. Və Zirənin futbolçusu Hayron Gomis zədələnmişdi. Bu barədə məlumat vermişdi. Aldığımız məlumata görə onun zədəsi kifayət qədər ciddidir və yaxın müddətdə yaşıl meydanlara dönməyəcək. Bu isə Zirə üçün böyük itki olacaq. Onsuz da son zamanlar Zirədə eniş görsənirdi. Ümid edirəm ki, bu itki Zirənin oyununa çox da təsir etməyəcək. Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Küveytdə ilişib qalıb sözün əsl mənasında. Bildiyiniz kimi İranla Amerika arasında, İsrail arasında baş verən hadisələrlə bağlı bir sıra ölkələrin hava məkanı bağlanıb. Belə Küveytdə hava məkanını bağlayıb. Çünki İran orada Amerikaya aid hərbi hissələri belə deyək və yaxud bazaları vurduğuna görə hava məkanı bağlanıb və Əliyar Ağayev də ona görə Bakıya geri dönə bilmir. Qeyd edim ki, o Küveydə məhz bir neçə kubok oyununu idarə etmək üçün getmişdi. Kadi Borges maraqlı açıqlama verib, onu da sizin nəzərinizə çatdırım. Qarabağın futbolçusu bildirib ki, qızıl dubla imza ata bilərik, niyə də olmasın. Bizim üçün bütün yarışlar önəmlidir. Hər bir turnirdə qarşımıza maksimum hədəflər qoyuruq. Çempionatı da, kuboku da qazanmaq istəyirik. Bu səbəbdən də Şamaxı ilə görüş vacib idi. İlk maçda hesab xeyrimizə olmasa da yekunda 2 oyun nəticəsinə görə üzümüz güldü. Yaxşı oynadı, layiqli olaraq yarım finaldayıq. Braziliyalı yarım müdafiəçi Qarabağın mövsümü qızıl dublla bitirmək ehtimalına da toxunub. Əvvəllər dediyim kimi futbolda hər şey mümkündür. Niyə də yox? Biz bunu bacararıq. Yəni qızıl dubl dedikdə, yəni dəyərli dostlar, Azərbaycan Premyer Liqasının qalibi olmaq və Azərbaycan Kubokunun qalibi olmaq məsələsi var. Artıq kubokda yarım finaldadır Qarabağ komandası, amma çempionatda lider Sabahdan xeyli geri qalır. Hal-hazırda 7 xal geri qalır, amma ehtiyatda bir oyunu var. Dəyərli dostlar, bax belə, siz də öz fikirlərinizi yazın. Bir də verilişin əvvəlində sual qoymuşdum. Qurban Qurbanov Azərbaycanda neçə klubla baş məşqçi olub? Doğru cavabı bilənlər şərhlər bölümündə yazsınlar və klubların adlarını da yazın zəhmət olmasa. Mən isə indi sizdən sağollaşıram. Növbəti videoda görüşmək ümidi ilə hələlik.